Hər yerdə çox tez-tez eşitdiyiniz ƏDV, yəni əlavə dəyər vergisi nədir? Sadə bir suala cavab axtarsaq, məntiqini də izah etmiş olarıq. Niyə adı əlavə dəyər vergisidir? Çünki siz məhsulun üzərinə qatdığınız əlavə dəyərə görə vergi verirsiniz. Necə? Təsəvvür edin ki, meşədə bir ağac var. Onun hal-hazırda dəyəri, qiyməti yoxdur. Lakin bir odunçu ağacı kəsib oduna çevirib. Həmin odunları bir dülgərə satdıqda, həmin ağacın formasını dəyişib ona dəyər qatdı. Yəni meşədə qiymətli olan ağac 50 manata dülgərə satıldı. 50 manatlıq dəyər düzəldi. Satış edən zaman dülgər odunçuya 50 manat ilə birgə onun 18% olan 9 manat ƏDV məbləğini də ödəyir. Toplam odunçuya 59 manat pul verir. Odunçu bu pulun 50 manatını cibinə qoyarkən aldığı ƏDV məbləğini dövlətə ödəyir. Dülgər aldığı odunlardan stul düzəltdi. Düzəltdiyi stul mebel dükanına 150 manata satır. Lakin mebel dükanı dülgərə stulun qiymətindən əlavə 27 manat məbləğində ƏDV məbləği də ödəyir. 150 manat dülgər qoyur cibinə, 27 manat isə ƏDV məbləği verilib. Lakin o pulun hamısını mı dövlətə ödəməlidir? Xeyr. Odunçuya ödədiyi 9 manatı aldığı 27 manatdan çıxır, geridə qalan hissəni, yəni 18 manatı dövlətə ödəyir. Bu proses əvəzləşmə adlanır. Fikir verdinizsə, dülgər 50 manatlıq odunu 150 manatlıq əşyaya çevirdi. Yəni 100 manat əlavə dəyər qatdı. Və yaratdığı əlavə dəyərin 18% 18 manatdır. Yəni dövlətə ödənən məbləğ ilə eyni. Növbəti mərhələdə mebel dükanının vitrində görünən stulu İsmət dayı çox bəyənir və 350 manata satın alır. İsmət dayı dükandan kassa qəbzini götürdükdə, orada qiymətdən əlavə 63 manat əlavə dəyər vergisi məbləğində görür. Beləliklə, İsmət dayı stulun müqabilində dükana 413 manat pul ödəyir. 350 manatı dükanın mənfəət kimi tanıyır. Lakin ödənmiş ƏDV məbləğini əvəzləşdirərək, yəni dülgərə ödədiyi ƏDV məbləğini 27 manat qədər azaldaraq dövlətə 36 manat pul ödəyir. Beləliklə, yekun olaraq müxtəlif şəxslər tərəfindən dövlətə 63 manat vergi ödəndi. Yəni, xülasə desək, bizim misalımızda 4 fiqur var. Odunçu, dülgər, dükan və İsmət dayı. İlkin olaraq dəyəri odunçu yaratdı. Belə ki, əvvəl dəyəri olmayan bir əşyadan 50 manat dəyər yaratdı və yaratdığı dəyərə görə dülgər tərəfindən aldığı 9 manat ƏDV-ni dövlətə verdi. İkinci mərhələdə dülgər əvvəlki dəyəri 50 manat olan əşyanı 150 manat dəyərinə getirdi. Yəni 100 manat əlavə dəyər yaratdı və yaratdığı əlavə dəyərin 18%-ni, yəni 18 manatı dövlətə ödədi. Son mərhələdə isə dükan əvvəlki dəyəri 150 manat olan əşyanı 350 manata sataraq 200 manat əlavə dəyər yaratdı və yaratdığı əlavə dəyərin 18%-ni, yəni 36 manatı dövlətə verir. Yekun olaraq deyə bilərik ki, əlavə dəyər vergisi yaratdığın əlavə dəyərə görə olan vergidir. İndi isə keçək məsələlərinə. Ötən videoda əkrol və öncədən ödəmələr mövzusuna aid 10.1 və 10.15 nömrəli testləri əldə etdik. O videoda da dediyimiz kimi, PPP müəyyən dövrdən bir kitabları yeniləyir. Düzdür, kitabların məzmunu dəyişmir. Amma yenə də biz sonucu 2024 sentyabrdan sonraki dövrə aid imtahanları əhatə edən kitablardan istifadə edəcəyik. Bu dəfəki testlər Revision Kitdə 5.1 və 5.8-ci mövzuları əhatə edən Sales Tax mövzusu və yaxud da ki, bizim dildə desək, əlavə dəyər vergisinə aid olan testlər olacaq. Kitablarımızdan 5-ci bölümünü açıb, ilk sualdan başlayaq. W şirkəti Sales Tax, milli dildə desək, ƏDV qeydiyyatındadır. Bu o deməkdir ki, o satış qiymətinin üzərinə vergi də gələrək satışlarını edir. Misalda isə bu vergi dərəcəsinin 20% olması qeyd olunur. Yəni biz hər göndərdiyimiz invoice və qaymədə satış qiyməti ilə birlikdə ƏDV məbləğini də bütün satılan məhsulların üzərinə 20% nisbətində gəlirik. İndi isə təsəvvür edək ki, bizim iki hesabımız var. Satış və ƏDV. Biz hər invoice göndərdikdə toplam satılmış məhsulların qiymətlərini satış hesabına, ƏDV-ləri isə ƏDV hesabına yazırıq. Fərz edək ki, tək bu invoice-dan başqa digər çoxlu invoice-larda alt-alta toplayırıq. Bu zaman ƏDV hesabının toplam rəqəmi satışlar hesabının toplam rəqəminin 20%-nə bərabər olmalıdır. Lakin sual olunur ki, direktor mühasibatlıq departamentində niyə toplam ƏDV məbləğinin toplam satış məbləğinin 20%-nə bərabər olmadığını soruşduqda,
Aşağıdakı eşitdiyi cavablardan hansı yanlışdır? İlk variantda deyilir ki, əgər xarici satış olarsa, sales tax hesablanmır. Bu düzdür. Çünki vergi ölkə daxilinə aiddir və ölkə hüdudlarından kənarda olan müəssisə sizin ölkənin qanunvericiliyinə tabe olmalı deyil və sizin dövlətin vergilərini ödəniş etmək öhdəliyi yoxdur. Bu səbəbdən bu bənddə olan məlumat düz olduğu üçün variant səhvdir. İkinci və üçüncü variantlarda bəzi məhsulların sıfır ƏDV faizi və ƏDV-dən azad olması səbəbindən olması deyilir. Həqiqətən dövlət sosial rifahı qorumaq və biznesi həvəsləndirmək üçün bəzi sahələri ƏDV-dən azad edir. Misal, çörək istehsalı, kənd təsərrüfatı məhsulları və s. Bu zaman da satış yaranır, lakin ƏDV olmur. Bu iki cavab da düz olduğu üçün, sualda da yanlış cavabı soruşulduğu üçün düzgün bəndlər deyil. Gəlirik sonuncu varianta. Burada deyilir ki, əgər şirkət ƏDV qeydiyyatında olmayan bir şirkətə satış edirsə, o zaman ƏDV kesilmir. Bu cavab yanlışdır. Çünki əgər siz ƏDV qeydiyyatındadırsınızsa, sizin bütün qaymələriniz ƏDV-siz olacaq. ƏDV qeydiyyatında olmayan şəxslər ƏDV-siz qaymə keçir. Düzgün cavab D bəndi. Növbəti sualda Evako şirkətinin alınmış və satılmış mallar müqabilində dövlətə ödənən ƏDV-nin məbləği soruşulur. Sualı keçməmişdən əvvəl ilk olaraq marketdən məhsul alarkən bizə verilən kassa çeklərini xatırlayaq. Orada məhsulun ƏDV-siz məbləği, ƏDV məbləği və yekun məbləğ qeyd olunur. Yəni, faiz dərəcəsini bilsək, biz rəqəmə görə digərini tapmaq mümkündür. Məsələyə qayıtsaq, burada şirkətin 109 min dəyərindəki satışları ƏDV daxil, yəni oxşatma olaraq sizin market çekinizdəki yekun rəqəm. Şirkətin alışları isə ƏDV-dən öncəki məbləğ qeyd olunub. Növbəti olaraq ƏDV öhdəliyi hesabı yaradaq. Adından da göründüyü kimi, öhdəlik hesabıdırsa, kredit də artacaq, debit də azalacaq. Yaxşı, yuxarıdakı rəqəmlərdən istifadə edərək hansı rəqəmi kreditə, hansı rəqəmi debitə yazmalıyıq? Ona nəzər salaq. İlk satışdan başlayaq. Bizə ƏDV daxil 109.250 dollar ödənib. Yəni, bu məbləğin içində həm əsas məbləğ, həm də ƏDV məbləği var. Gəlin onları ayıraq. Misalda ƏDV dərəcəsinin 15% olması qeyd olunur. Bu o deməkdir ki, satışı 115-ə bölüb 15-ə vurmalıyıq. Bildik ki, etdiyimiz satışlara görə alıcılar bizə 14.250 dollar ƏDV məbləği ödəyib ki, hansı ki bu məbləği biz dövlətə verməliyik. Deməli, dövlət qarşısında borcumuz öhdəliyimizdir. Öhdəlik kreditdə artdığı üçün ƏDV öhdəliyi hesabının kreditini yazırıq. Lakin mən bu satdığım məhsulları alarkən də ƏDV ödəmişəm. Yəni, dövlətə olan verəcəyimi bu ödədiyim məbləğ qədər azaltmalıyam. Alış zamanı 64.000 dollarlıq mal almışam. Yəni, ƏDV-dən əvvəlki məbləğdir bu. ƏDV məbləğini tapmaq üçün bu rəqəmi sadəcə 15%-ə vurmalıyıq. Beləliklə, aldığımız mallara görə ödədiyimiz məbləğ məlum oldu. Bu məbləğ qədər dövlətə olan borcumuzu azaldırıq. Azaldığı üçün debit hissədə yazılır. Fikir verdinizsə, vergi hesabatı dövründən əvvəl kredit hissədə məbləğ var. Dövrün sonunda isə debit. Yəni, əvvələ borc, öhdəlik vardı, dövr ərzində isə borc və yaranan vergidən əlavə pul ödənib deyə 2720 dollar artıq ödəmə var. Bu rəqəmləri də hesabatda yerlərinə yazdıqdan sonra sualı cavab tapaq görək. Dövr ərzində nə qədər vergi ödənib ki, sonunda 2720 dollar əlavə ödəniş yaranıb. Sadə hesablasaq, əvvəli olan borc üzərinə yeni yaranmış borcu gəlirik və çıxırıq əvəzləşdirilən məbləği. Və ondan da ödədiyimiz məbləği çıxdıqdan sonra sona borc qalığını tapacağıq. Sona qalıq isə borc yox, öncədən ödəmə olduğu üçün bərabərlik mənfi ilə qeyd olunur. Bu tənlikdə x-i tapırıq. Cavab 11.910 dollardır. Keçdik növbəti suala. Bu sualda fikir verməli olduğumuz əsas məqam not registered, yəni ƏDV qeydiyyatında deyil sözdür. Yəni şirkət əvəzləşmə edə bilmir. Tam olaraq isə sualda deyilir ki, alana ƏDV qeydiyyatında deyil. O yenidən satmaq üçün ƏDV-dən əvvəlki qiyməti 500 dollar olan mal alır. Hansı ki satıcı tərəfindən 15% ƏDV tətbiq olunur və toplam qaymənin məbləği 575 dollardır.
Aşağıdakı müxabirləşmələrdən hansı düzdür? İlk sual yaranır ki, əgər Alana ƏDV qeydiyyatında deyilsə, ona satılan mallar niyə ƏDV-li satılır? Bu sualı cavablandırmazdan əvvəl qəribə, mənim üçün isə üzücü olan bir statistikanı sizinlə bölüşmək istərdim. Belə ki, kanalı və videoları izləyənlərin sadəcə 18,1%-i kanala abunə olub. Sizdən elə indi 3 saniyənizi ayırıb, kanala abunə olub videonu bəyənərək bir komment yazmanızı xahiş edəcəm ki, bu üsulla kanala həqiqətən dəstək ola bilərsiniz. Like edib abunə oldursa, ƏDV qeydiyyatında olmayan Alanaya satılan malların niyə ƏDV-li satılıb sualına cavab tapaq. Səbəb odur ki, Alana ƏDV qeydiyyatında olmaya bilər, amma ona mal satan tədarükçü ƏDV qeydiyyatındadır. Lakin Alana ödədiyi ƏDV-ni satış zamanı əvəzləşdirə bilməyəcək. Çünki o məhsulu ƏDV-li sata bilməyəcək. Əvəzləşdirə bilməyəcəyi üçün isə alış rəqəmi ƏDV ilə birgə yazmalıdır. Yəni, ƏDV onun may dəyərinə çevriləcək. Alış hesabı ƏDV-li məbləğdə debet olunmalıdır. A və C bəndi səhvdir. Kredit tərəfini aydınlaşdıraq. Alana malları pulun ödəyəndə təchizatçıya əsas məbləğlə birgə ƏDV məbləğini də ödəməlidir. Bu səbəbdən də öhdəlik hesablanaraq toplam məbləğ yazılmalıdır. B və C variantları da bu bəndə görə səhvdir. Düzgün cavab D variantı. Keçək növbəti suala. Bu sualda alınmış və satılmış mallar müqabilində ödənən ƏDV-nin məbləği soruşulur. Sualı keçməmişdən əvvəl ilk olaraq yenə hər birimizin marketdən məhsul alarkən bizə verilən kassa çeklərini xatırlayaq. Orada ƏDV məbləği və yekun məbləğ qeyd olunur. Yəni, ƏDV faizini bilsək, bir rəqəmə görə digərini təyin etmək mümkündür. İndi isə bu çekə oxşar iki çek təsəvvür edək. Biri ilə mal almışıq, digəri isə həmin malları satmışıq. Fikir verirsinizsə, malların yekun qiyməti və ƏDV məbləği hissələri boşdur. Onların sualda axtarmağa çalışaq. İlk olaraq qeyd olunur ki, ƏDV daxil satış qiyməti 140 min dollardır. Alış üçün isə qeyd olunur ki, ƏDV xaric məbləğ 65 min dollardır. Alış rəqəminin ƏDV-dən əvvəlki qiyməti, satışda isə ƏDV-li qiyməti bilirik. İndi isə ƏDV məbləğini təyin edək ki, satışda nə qədər ƏDV daxil olubsa, ondan malları alarkən verdiyimiz ƏDV-ni çıxaq və ƏDV borcumuzu təyin edək. Şərtə birbaşa ƏDV məbləğlərini qeyd olunmayıb. Lakin ƏDV-nin 20% hesablandığı bildirilir. Gəlin bu faizdən istifadə etmək ilə ƏDV məbləğini hesablayaq. İlk satış qəbzini nəzərə salaq. Burada bizə məlum olan məbləğ ƏDV-dən sonraki yekun məbləğdir. Yəni, bu məbləğin içində həm məhsulun öz qiyməti, həm də ƏDV qiyməti var. Lakin məsələnin şərtinə fikir versəz, 20 min məbləğində ƏDV-dən xaric olduğu qeyd olunur. Yəni, ƏDV-yə cəlb olunan məbləğ 120 min, qalan 20 min üçün isə ədəvi hesablanmayıb. 120 minlik məbləğin içində həm ədəvi, həm də əsas məbləğ var. Sadə tənasib qursaq, 120% 120 min dollar olan rəqəmin 20% nə qədər olar? Bu tənasibdə x-i tapmaq üçün sadə riyaziyyat ilə 120 min dolları 20% vurub 120% bölməliyik. Cavab 20 min dollar olacaq. Satışın ədəvisini təyin etdik. Qaldı alışın ədəvisi. Bu daha sadədir. Ədəvidən öncəki məbləğ bizə verilib. Bu məbləğə görə hesablanacaq ədəvini bilmək üçün sadəcə məbləğin 20%-ni tapmalıyıq. Yəni, bu rəqəmi 20%-ə vurub 13 min dollar. Hər iki əməliyyata görə ədəvi məbləğini hesabladıq. Bəs ədəvi hesablarındakı məbləğ necə hesablayır? Mən satış etmişəm və mal satdığım adam mənə ədəvi ödəyib. Hansı ki, mən o pulu dövlətə verəcəyim. Deməli, dövlət qarşısında öhdəliyim, dövlətə borcum var. Lakin bu satdığım məhsulları alarkən mən də aldığım adama 13 min dollar pul vermişəm. Deməli, ödəyəcəyim borcun bir hissəsi artıq mal aldığım adama dövlətə ödəməsi üçün vermişəm. Geridə qalan hissə, yəni 7 min dollarlıq hissə mənim dövlətə olan borcumdur. Düzgün cavab A bəndi. Keçək növbəti 5.5-ci sualda 1000 dollar kapital qoluşu edərək biznesə başlayan bir şirkətin sales tax ilə birgə mal alıb satmasından sonra mühasibat bərabərliyinin hansı vəziyyətdə olması soruşulur.
Gəlin məsələni misal üzərindən həll edək. Birinci mühasibət bərabərliyini yada salaq. Aktivlər bərabərdir, kapital üstə görə öhdəliklər. Təsəvvür edək ki, Lalə şirniyyat dükanı açır. Məsələdə də deyildiyi kimi, o ilkin olaraq biznesə 1000 dollar investisiya edir. Yəni, kassaya 1000 dollar pul daxil olur və kapital hissəyə kassadakı pulun mənbəyi kimi 1000 dollar yazırıq. Növbəti mərhələdə Lalə 800 dollar dəyərində borca mal alır ki, ƏDV bu məbləğə əlavə olunmalıdır. Bu zaman balansa 800 dollar dəyərində inventar əlavə olunur. Bu əlavə olunan inventarın pulu indi nəqd yox, bir müddət sonra ödənəcəyi üçün öhdəlik kimi bərabərliyin sağ tərəfində qeyd edirik. Lakin biz malın dəyəri ilə birgə təchizatçıya ƏDV məbləğini də ödəməliyik. Bu səbəbdən borcu 960 dollar kimi qeyd edirik. Bu zaman isə fikir versəz, mühasibat bərabərliyi pozuldu. Əlavə borc kimi yazdığımız ƏDV məbləği bərabərliyi pozur. Bu səbəbdən də aktiv hissədə növbəti dövrlərdə əvəzləşdiriləcək bu ƏDV-ni aktiv hesab kimi qeyd edirik. Növbəti mərhələdə Lalə aldığı malların yarısını 1000 dollara nəqd satır. Lakin alıcı ona 1000 dollardan əlavə ƏDV məbləğini də verir. Necə ki, siz marketdən alış edən zaman ƏDV məbləğini də marketə ödəyirsiniz. Beləliklə kassaya bu satışdan 1200 dollar pul daxil olduğu üçün nəqd pul dəyişərək 2200 dollar olur. İnventarın yarısı satıldığı üçün inventar qalığı da yarı-yarı azalır. 400 dollar olur. Azalan 400 dollarlıq hissəni isə 1000 dollara satdığımız üçün 600 dollar mənfəət əldə edirik və bərabərliyə bölüşdürülməmiş mənfəət kimi qeyd edirik. Lakin bərabərlikdə yenə problem var. Çünki müştəridən aldığımız ƏDV məbləği bizim deyil, onu dövlətə verəcəyik. Yəni, o öhdəlikdir. Bu səbəbdən bu məbləği öhdəlik kimi yazırıq. Lakin indi bir nüansa diqqət yetirək. Biz dövlətə 200 mi verməliyik? Axı 160-ı mal alarkən təchizatçıya verəcəyik ki, dövlətə versin. Bu səbəbdən də biz dövlətə 200 yox, 40 dollar ödəməliyik. Öhdəlik hissəsini biraz dəyişiklik edirik. Cavabı tapmaq üçün toplam aktivlər, kapital və öhdəlikləri müəyyən edək. Yekunda bizim 2600 dollar dəyərində aktivimiz var. Yəni, ilk iki variantda aktiv səhv göstərilib. Öhdəliyimiz isə toplam 1000 dollar olduğu üçün 1 və 3-cü variantlar da səhvdir. Son olaraq kapitalımız toplam 1600 dollar olduğu üçün B və C variantları da səhvdir. Düzgün cavab D bəndi. Növbəti 5.6-cı suala keçək. Bu sualda ƏDV ödəyicisi kimi qeydiyyatda olan sahibkarın debitor və kreditor borc hesablarında qeyd olunan məbləğlər haqqında aşağıdakilərdən hansı düzdür, deyə soruşulur. Təsəvvür edək ki, sizin dükanınız var və siz təchizatçılardan borca pulunu bir ay sonra ödəmək şərti ilə 200 manatlıq mal alırsınız. Qəbul etdiyiniz invoysda isə aldığınız malların qiymətindən əlavə 36 manat ƏDV məbləği də görülür. Siz 200 manatlıq mal alsaz da, bir ay sonra təchizatçıya nə qədər pul ödəyəcəksiniz? 236 manat, yəni ƏDV daxil. 2 ay sonra verəcəyiniz üçün isə bu cari dövrdə sizin kreditor borcunuzdur. Və məlum oldu ki, bu borca ƏDV daxil qeyd edirsiniz. Davam etməzdən əvvəl, əgər hələ də videonu bəyənib kanala abunə olmamısınızsa, gəlin tökün bu daşı ətəyinizdən. 3 saniyənizi ayırıb kanala abunə olub videonu bəyənin. Əgər etdinizsə, davam edək məsələnin həllinə. Siz aldığınız malları 2 həftə sonra ödəmək şərti ilə nisyə müştəriyə satırsınız. Satış zamanı kassanızdan çıxan çekin üzərində isə satdığınız malın qiyməti olan 400 manatdan əlavə 72 manat əlavə dəyər vergisi məbləği də görə bilərik. Deməli, siz bu müştəridən 2 həftə sonra yalnız malın qiymətini yox, eyni zamanda ƏDV məbləğini də alacaqsınız. Bu səbəbdən alacaq, yəni debitor borc hesabına ƏDV ilə birlikdə olan məbləği yazmalısınız. Yekun olaraq satış ƏDV-siz yazılsa da, debitor və kreditor borclar ƏDV daxil yazılmalıdır. Düz cavab olan A variantında qeyd edildiyi kimi. Növbəti sualda soruşulur ki, ƏDV qeydiyyatında olan satıcı satış etdikdə onun satış hesabında aşağıdakılardan hansı əməliyyatlar baş verəcək?
Əgər siz debit-kredit məsələlərində əziyyət çəkirsinizsə, bu yanaşmanı öncəki videolarda demişdim. İndi təkrar edək. Əməliyyatın hansısa hesabın debit və ya kredit tərəfini aydınlaşdırarkən, çalışın o əməliyyatı nağd pul hərəkəti ilə uyğunlaşdırın. Misal üçün, sualda soruşulur ki, satış hesabına hansı rəqəm yazılacaq? İlk öncə satış hesabını quraq. Siz satış edərkən nə edirsiniz? Invoice göndərirsiniz. Invoice da yekun rəqəmdən əlavə malın ədəvəsiz qiyməti və ayrılıqda ədəvi məbləği də qeyd olunur. Bunu hər birimiz gündəlik etdiyimiz market alış-verişlərində sonda sizə verilən kassa çekində də görə bilərsiniz. Siz marketdən mal alarkən ədəvi daxil və ayrıca ədəvi məbləğini də görürsünüz. Və ödəniş edən zaman da ədəvi xaric məbləğ ödəmirsiniz. Yekun məbləği, yəni ədəvili məbləği market ödəyirsiniz. İndi qayıdaq şirkət səviyyəsinə. Siz satış edərkən sizə ədəvi məbləğini də ödəyəcəklər. İndi təsəvvür edək ki, satışlar nəqd oldu. Bu zaman nəqd pulunuz artır. Yadda saxlayaq ki, nəqd pul həmişə debitdə artır və kreditdə azalır. Mallarını satdığınız adam bizə nə qədər pul verir? 236 manat. Necə ki, siz marketdən alış edəndə ədəvini də marketə verirsiniz. Eləcə də siz satış edəndə ədəvini də sizə verəcəklər. Deməli, nəqd pul hesabına 236 manat debit yazırıq. Pul bizə hardan daxil olub? Satışdan. Deməli, qarşı, yəni kredit isə satışdır. Amma bizə gələn pulun hamısı satış müqabilində deyil. Onun içində mənim dövlətə ödəməli olduğum ədəvi də var. Yəni, 200 manatı satış hesabının kreditinə, 36 manatı isə dövlətə ödənəcək ədəvi hesabına kredit yazmalıyam. Çünki o pul mənim deyil, dövlətə verəcəm. Deyə də bilərik ki, dövlətə borcum var. İndi sualı cavablandıraq. Bizdən satış hesabına yazacağımız məbləğ soruşulur. Beləliklə, biz satış hesabına kredit hissəsinə vergi xaric məbləği yazırıq. Düzgün cavab B bəndi. Sonuncu sualda da alınmış və satılmış mallar müqabilində ədəvi hesabında olan balans rəqəmi soruşulur. Suala keçməmişdən əvvəl ilk olaraq yenə hər birimizin marketdən məhsul alarkən bizə verilən kassa çeklərini xatırlayaq. Orada ədəvi məbləği və yekun məbləğ qeyd olunur. İndi isə bu çekə oxşar iki çek təsəvvür edək. Biri ilə mal almışıq, digəri isə həmin malları satmışıq. Fikir verirsinizsə, malların yekun qiyməti və ədəvi məbləğ hissələri boşdur. Onları sualda axtarmağa çalışaq. İlk olaraq qeyd olunur ki, ədəvi daxil satış qiyməti 27.612 dollar 50 sentdir. Alış üçün isə qeyd olunur ki, ədəvi xaric məbləğ 18.000 dollardır. Alış rəqəmində ədəvidən əvvəlki qiyməti, satışda isə ədəvili qiyməti bilirik. İndi isə qalır ədəvi məbləğlərini təyin etmək. Satışda nə qədər ədəvi daxil olubsa, ondan malları alarkən verdiyimiz ədəvini çıxaq və ədəvi borcumuzu təyin edək. Şərtdə birbaşa ədəvi məbləğləri qeyd olunmayıb. Lakin, ədəvinin 17,5% hesablandığını bilirik. Gəlin bu faizdən istifadə etmək ilə ədəvi məbləğlərini hesablayaq. İlk satış qəbzini nəzər salaq. Burada bizə məlum olan məbləğ ədəvidən sonraki yekun məbləğdir. Yəni, bu məbləğin içində həm məhsulun öz qiyməti, həm də ədəvi qiyməti var. Sadə tənasüb qursaq, 117,5% 27.612 dollar 50 sent olan rəqəmin 17,5% nə qədər olar? Bu tənasübdə x-i tapmaq üçün sadə riyaziyyat ilə 27.612 dollar 50 senti 17,5%-ə vurub 117,5%-ə bölməliyik. Cavab 4112 dollar 50 sent olacaq. Satışın ədəvəsini təyin etdik. Qaldı alışın ədəvəsi. Bu daha sadədir. Ədəvidən öncəki məbləğ bizə verilib. Bu məbləğə görə hesablanacaq ədəvini bilmək üçün sadəcə bu məbləğin 17,5%-ni tapmalıyıq. Yəni, bu rəqəmi vururuq 17,5-ə. Cavab 3150 dollar. Hər iki əməliyyata görə ədəvi məbləğini hesabladıq. Bəs ədəvi hesabındakı məbləği necə hesablayım? Mən satış etmişəm və mal satdığım adam mənə ədəvi ödəyib, hansı ki, mən o pulu dövlətə verəcəyim. Deməli, dövlət qarşısında öhdəliyim, dövlətə borcum var. Lakin bu satdığım məhsulları alarkən, mən də aldığım adama 3150 dollar pul vermişəm. Deməli, ödəyəcəyim borcun bir hissəsini artıq mal aldığım adama dövlətə ödəməsi üçün vermişəm. Geridə qalan
962 dollar 50 senti mən ödəyəcəm. Amma cavabların içində bu rəqəmdən 2 dənə var. Biri kredit, biri debit. Əvvəlki videolarda da bildiyimiz kimi, öhdəlik kreditdə artır. Bu səbəbdən də B bəndi düzgün cavabdır. Əlavə sualınız olarsa, komment yazaraq qeyd etməyi çəkinməyin. Az da olsa faydalı ola bildimsə, nə xoşdur mənə. Bəyəndiyiniz təqdirdə isə videonu bəyənib kanala abunə olmağı unutmayın.